Zınqırovlu keçilər bir-birindən ayrılmadan başlarını aşağı salıb irəliləyən qoyun, quzular və onları qoruyan köpək. Bura Lerikin Qomşoni yaylağıdır. Atakişi Əhədov hər səhər dan yerə ağaranda əlində çomağı qoyun quzunu qatır qabağına örüşə çıxarır. Özü də lap uşaqlıqdan. Mal qoyun saxlayırıq, min bərəkət, yavaş-yavaş dolanırıq, şükür Allaha. Muğana gedirik, orada evlərimiz, şərait, işıq, zata, şükür Allah, hər şey var. Buradakı bu yaylağa da çıxırıq ki, öz yaylaqlarımızda dolanırıq. Biraz bu yollarda əziyyət çəkirik. Qoyundur, yuni var, o birisi, şükür Allah. Yenə dövrə nisbətən Allah ona bərəkət versin. Şükür Allah. Xanımı Hökümə Əhədova özü çoban ailəsində böyüyüb, çoban ailəsinə gəlin köçüb. Qışda qışlağa, yayda yaylağa köç eləmək, köçəri yaşamaq asan olmadığından çobanlar elə çoban ailələrindən olan qızlarla evlənir. 5 uşaq anası Əhədova ailəsi ilə birgə yaylaqda qurduqları çadırda yaşayır, əkib becərir, toyuq cücədən bişirib bəslənirlər. Qardaşım da çobandır, əmim uşaqları da var çoban. Ailəli çoban da var, alim də var, həkim də var. Cücə ilə, toyuqla belə gün keçirir, bilmirsən bu 4 ay nətər oldu. Yenə də keçirsən qışlağa. Qışlağa da daha orada da qoyun, quzu, mal, heyvan, becər, yenə də gəl istirahət elə yaylaqda. Əhədovlar kimi Tağıyevlər ailəsi də çörəyini çobanlıqdan çıxarır. Mayı Kömürgöy yaylağına, oktyabrdasa qışlağa aparır qoyunlarını. Ailə başçısı Şirməmməd Tağıyev də deyir ki, çobanlıq sənəti onlara ata-baba yadigarıdır. Malqarasının həm də baytarıdır, onları özü müayinə eləyir. 350 baş qoyunum var, 30 baş qaramalım var. Çətin sahadır, əziyyətli sahadır. Gözəlliyi də ondadır ki, halal çörəyimi ondan qazanıram, halal zəhmətimlə dolanıram. Ailə başçısı deyir ki, övladları elmə, təhsilə meyillənsə də bu peşəni də kənara atmırlar. Oğlu 20 yaşlı Rəşad Tağıyev kompüter mühəndisliyi ixtisası üzrə təhsil alsa da çobanlığı da yaxşı bacarır. Dədəmdən mənə qalan, yəni adət həm sahədir. Ona görə yəni gələcəkdə də hansı peşədə işləməyimdən asılı olmayaraq mən bu həm ailə təsərrüfatım olduğum üçün, həm halal zəhmət olduğu üçün, həm gəlirim buradan bu təsərrüfat sahədən çıxdığı üçün mən bu sahə ilə məşğul olacağam. Yaylağın bitməsinə 2 ay qalıb. Çobanlar deyir ki, bundan sonra qoyunlara yaxşı baxmaq lazımdır ki, yaxşı pula getsin. Axı tək qazanc yeri elə bu sürülərdir. Ümid edirlər ki, yunu qızınmaq, əti doyunmaq üçün olan bu heyvanlar bu qışı da onlar üçün çətin eləməyəcək.